Növbəti iştirakçımız İslam Şamaxılı. Buyurun İslam müəllim, qarşılayın Sabir müəllim. Söz istəsən zər dəyəri, yol et şirvana şirvana. Har görmək üçün var bəhəri, görmək üçün var bəhəri. Har yol et şirvana şirvana, yol et şirvana şirvana, yol et şirvana şirvana, yol et şirvana şirvana. Akşamınız xeyir olsun. Bizim qədim Şirvan mahalında bir sarvan vardı. Sarvanın 2 oğlu vardı. Oğlanlarını böyüdüb taxtat sahibi, ev eşik sahibi eləmişdi. Böyük oğlunun adı Qədim idi, kiçik oğlunun adı Mədət. Vaxt yetişdi, vədə yetdi. Atası oğlunun yanına çağırıb dedi, oğlum Qədim, sənin də işdən gücdən yapışan vaxtın olub. Gəlsənə sabah karvana gedəsən. Yəni sərvan başı olasan. Dedi, ata baş üstə, səhər erkən özüm karvana başçılıq edərəm. Səhər erkən qoca kişi yerindən qalxdı. Görsün oğlu Qədim neynir, necə hazırlaşır. Gördü ki oğlu Qədim hələ yatır. Dedi, ay bala, gün çıxdı, çeşd doğdu. Di qalx yerindən. Belə deyəndə gördü ki, böyük gəlinin çadırdan belə bir səsi gəldi. Necə əsirlərin dili ilə gəlib, elə də biz nəsillərimizə çatdıraq. Aşıq qədimi yollar, sözün qədimi yollar, il qarından dönəni öldürsün qədimi yollar. Belə deyəndə kişi keçdi o bir çadırın qabağına. Dedi, ay Mədət, ay Mədət, bugün böyük qardaşını ayrı işə göndərəcəm. Sən dur karvana başçılıq elə, nə olar? Belə deyəndə gördü ki, kiçik gəlinlə belə bir səsi gəldi. Qulaq verək görək kiçik gəlin nə dedi. Mən aşığam, ay Mədət. Mən aşığam, ay Mədət. Ülkər Mədət, ay Mədət. Dan ulduzu tez doğdu, ayrılıqdır, ay Mədət. Qoca kişi dedi, heç belə məhəbbəti qıymaq mı olar? Heç belə məhəbbəti ayırmaq mı olar? Dedi, arvad, şor çörəyimi dürbələ, özüm karvana gedəsi oldum. Ocaqda yad olmasın. Namərddə ad olmasın. Oğullar böyüyəndə atya yad olmasın. Ata bizim başımızın tacı, üz tutub pənahlandığımız, işığına doğru getdiyimiz bir dünyadır. Bu dünyanın üst-üstə qalanmış bəzəkli-bəzəkli arzuları var. Qoy bu arzularımız buta kimi qönçələnib gür açsın, barmaqlanıb bar versin, bəhər versin. Əziziyəm ataya, gəlməyəsiz xatıya. Evin Allahı odur, səcdə qılın atıya. Bu 5 nəfər barədə bizim münsiflərimiz qısa məlumatdır, yəni öz münasibətlərini bildirsinlər. Birinci, bizim gözəl xanımımız, Respublikanın əməkdar artisti Mehriban xanıma. Buyurun Mehriban xanım, sizə söz verirəm. Çox sağ ol, Sabir. Çox gözəl mövzudur. Mən də fürsətdən istifadə edib bütün analarımızı salamlayıram və bütün anaların qarşısında baş əyirəm və öpürəm onları. Sağ ol. Valla Sabir Bəyaqda mənim yanımda oturan münsiflər heyətinə deyirəm ki, yəqin ki, mən buradan çıxanda buradakı kişilər toplaşıb mənə döyəcəklər, amma gücləri çatmaz mənə döyməyə. Yo, narahat olma. Neynim, amma mən sözün düzünü deyəcəm. De. Kimi bəyənmişəmsə sözümü deyəcəm, bəyənməmişəmsə deyəcəm, bəyənməmişəm. Nə olar, bu sizin şəxsiyyət Hacı Məhəmməd haqqında istəyərdim deyəm. Belə də ötəri. Onu keçdik. Məhəbbət etibarlı haqqında deyəcəm. Məhəbbət etibarlı. 3 üstə gəl. Qeyri-adi bir söz demədi. Mənim üçün. Nə olar? Nazim İsayev. Nazim müəllim, siz görəsiz, deyəsən dedi ki, mən müəlliməm, hə? Həm də müəllimdir, sənəti peşəsi. Bəli. Hə, haradadır Nazim müəllim? Buradadır Nazim müəllim, burada. Buyur, siz fikrinizi söyləyin. Müəllim idiniz də siz həm də. Bəli. Yox, siz deyildiniz. Yox. Siz O fikrinizi... müəllim deyildi, başqa idi. Nazim müəllim haqqında fikrinizi deyin. Yox, Nazim müəllimdə bilirsiniz, sözə münasibət yox idi. Nə olar, ev yox. Sözə münasibət yox idi, bəyənmədim. Toyda yaxşıdır, toyda gedər bu söhbət. Bəs məqsədi Nazim müəllimin elə toydu. Hə, bax, xan kişi idi. Xan kişi Namazoğlu, bəli, müəllimdir, bəli. O da ki, elə bir ki, biz oturmuşuq burada, göylə danışır. Yəqin ki, bizlə danışsaydı, mənalı alınardı. Bəyənmədim, çox süni idi.
Heç də bəyənmədim. Nə olar Mehriban Xanlarovanın bu şəxsi Burada bir fikridir. şamaxlımız var idi, şükür Allaha. Mən bunlara da dedim ki, heç olmasa bir kişi çıxdı orada, üzü güləriz biz danışdı. Yeri pərəsti eləmirəm ha. Sadəcə onu bəyəndim. Lap yaxşı, nə olar, nə olar. Bu qədər mənim sözüm. Çox sağ olun Mehriban xanım. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncəni yollar vurmadır. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncəni yollar vurmadır. Gəncədə bir qız var, teli durnadır. Quşlara sən uçma, mən uçum deyir. Gəncədə bir qız var, teli durnadır. Quşlara sən uçma, mən uçum deyir. Ay deyir, vay deyir. Quşlara sən uçma, mən uçum deyir. Ay deyir, vay deyir. Quşlara sən uçma, mən uçum deyir. Gəncədən gəlirəm, yüküm çiçəkdir. Gəncənin gülləri ləkək-ləkəkdir.